Salam, hörmətli izləyicilər. Bu günləri Azərbaycan Respublikasını Rusiya SSR dövlətində təmsil etmiş deputatımız Zivər xanımın qonağıyıq. İlk öncə istərdim ki, Zivər xanıma söz verək. Zivər xanım, xoş gördük. Bu günləri sizləri Azərbaycanda fərqli bir mətbuat orqanı olaraq yad etməkdə əsas məqsədimiz bu günə kimi SSR dövlətini dağıldıqdan bu günə kimi bu günləri Azərbaycanda hər hansı bir mətbu qurumun sizi yad etməməsi və o cümlədən dövlət qurumlarının bu günləri sizi hər hansı bir bayram tədbirlərində və yaxud da hər hansı bir orden və medallarla tərtib etməməsini, o cümlədən də sizə ayrılan təqaüdün az bir miqdarda olmasını nəzərə alaraq ilk öncə istədik ki, biz sizdən müsahibə götürək. Xahiş edirəm, özünüz haqqında məlumat verərdiniz. Mən Səfərova Zivər Əli qızı 1950-ci ildə Qışlaqabas kəndində Qalxız ailəsində anadan olmuşam. Sonra anamla bərabər çöllərdə olmuşam, çölə getmişəm anamla. Çoxlu işçilərimiz olub. Əsasən sizin yəni ki, kolxoz və safxoz zamanında siz əsasən tütünçülüklə məşğul. Tütünçülük, üzümçülük. Bəli. Biz necə oldu ki, siz bir tütünçünün bu günləri gəlib hardasa da Sovet dönəmində, Sovet dönəmində deputat olaraq seçilməsi, yəni sizin kimi bir neçə işçilər də vardı da bu müddətdə. Biz bir dəstə komsomolçu var idi. Komsomolçuları yığmışdıq başımıza. Komsomol deyilən bir sahə var idi. Yolun üstündə idi. Məktəbdən çıxandan sonra da gedib orada işləyirdik. Həm məktəbə gedirdik, həm də gedib o komsomol sahəsində pambığımız var idi. 73-cü ildə pambığı götürdülər. Sovqa gəldi, yedi. Pambığı götürdülər. Kolxozun iqtisadiyyatı pambıqçılıq, tütünçülük, üzümçülük, tərəvəzçilik, çuğundur əkirdik. Bütün sahələrdə işləyirdik. 10-12 nəfər komsomolçuyduq. Yəni qabaqcıl işçilərdən olduğunuz üçün sizi artıq orada millət vəkili olaraq, yəni deputat olaraq SSR Ali Sovetində seçdilər ki, Azərbaycanı bu sahədə təmsil edəsiniz. Bir gün kolxoz sahədə tütün maya idi. İşdir salırdıq, tütün işləri salırdıq ki, böyüsün, qıraq ondan kolxozun iqtisadiyyatının fəaliyyət, yəni ki, hansı ki seçildiyiniz müddətdə Ali Sovetə, o həmənki müddətdə SSR-də Azərbaycanı təmsil edirdiniz. Sizinlə bərabər yəni ki, traktoristlərimiz var idi, pambıqçımız var idi və o cümlədən üzümçümüz var idi, sağınçımız var idi. Onlardan kimlər yəni yaddaşınızda? Hamısı yaddaşımda qalıb. Kolxozumuz həmdəki maldarlıq sahəsi idi. Orada Səkinə xanım var idi, Səkinə idi, Dilarə idi,